Oktyabrın 9-da düşənbədə Müstəqil Dövlətlər Birliğinin toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə vəd vermişdi ki, bəs ölənlərin ailələrinə və yaralılara kompensasiya ödəniləcək və bu işdə əli olanlar hüquqi məsuliyyət daşıyacaqlar. Heç biri yerinə yetirilmədi. Putinin sözləri havada qaldı. Nə kompensasiya bu vaxta qədər ödənilib. Yəni, sığorta ayrıdır. Təyyarələr zaten sığortalanır. Sığorta ödənişi ayrıdır. Kompensasiya, bir ölkə sənin təyyarəvi vurub, buna görə cəzası olmalıdır və insanlara maliyyə ödəməlidir. Bu yoxdur. Hüquqi məsuliyyətdən danışmağa dəyməz. Elə məhz bu səbəbdən Azərbaycan prezidenti böyük ehtimalla Sankt-Peterburq toplantısına qatılmaqdan imtina etdi böyük ehtimal. Üstəgəl Qazaxıstan da hesabat hələ açıqlanmayıb. Yəni, təyyarə olayından sonra Qazaxıstanda bir komissiya formalaşmışdı. Çünki təyyarə Qazaxıstanda qəzalı bir eniş həyata keçirmişdi. Komissiyanın qərarı da, yekun hesabatı da dərc olunmayıb, açıqlanmayıb. Bu da məncə səfərin təxirə salınmasına təsirdir. Amma əsas səbəbi yenə də Rusiya üzərinə düşənləri etmədi və bundan sonra siz də bu vaxtda fikirlərinizi bölüşdünüz. Yəni, Azərbaycanlılara qarşı təzyiq yenə də davam edir. İndi bir başqa siyasətə həyata keçirməyə çalışır Kreml. Rusiya şəhərlərində Azərbaycan diasporalarının rəhbərlərini dəyişməyə çalışır. Elə adamları rəhbərliyə gətirir ki, onlar ancaq Kremlə bağlı olsunlar, Kremlin siyasətinə lojal münasibət bəsləsinlər, Azərbaycanla bağlantıları olmasın. Məhz ona görə Yekaterinburq şəhərində Azərbaycan diasporanın rəhbəri Şahin Şıxaliyevi qondarma ittihamla həbsdə saxlayır. Bir ara oğlunu da həbs etmiş. Əlbəttə, bütün bunlar ortada varkən, belə deyək də, münasibətlərdəki sualların sayı azalmayacaq. İlham Əliyev bundan əvvəl də, bu ilin mayın 9-da da Moskvaya səfərdən imtina etmişdi. Mayın 9-da həmişəki kimi Moskvada Böyük Vətən müharibəsinin başa çatmasının münasibətlə bir qələbə paradı, bayram keçirildi. İlham Əliyev ona da qatılmadı, məlum səbəblərə görə. Ümumiyyətlə, mən hesab edirəm ki, yəni, bu kimi tədbirlərə getməyə ehtiyac da yoxdur Rusiyada. Niyə ehtiyac yoxdur? 9 mayı götürün. 9 may, yəni faşizm üzərində qələbədə, Alman faşizmi üzərində qələbədə, keçmiş SSR-də yaşayan bütün xalqların payı olur. 600 min soydaşımız müharibəyə qatılıb, onun yarısı geri qayıtmayıb. Yəni, niyə Azərbaycanın rəhbəri mütləq 9 mayı və yaxud digər ölkələrin rəhbəri mütləq 9 mayı Moskvada qeyd etməlidir? Yəni, Azərbaycanda da belə də bu müharibədə ölənlər olub. Azərbaycan prezidenti hər il mayın 9-da Bakıda Həcə Aslanovun abidəsinə əkslik qoyur. Sağ qalan veteranlarımızla bir görüş keçir. Yəni, niyə buradan Moskvaya getməlidir? Amma bunun səbəbini də izah edəcəm. Və yaxud Müstəqil Dövlətlər Birliği məgər bircə Rusiya üzvüdür. Orada Azərbaycan var, Mərkəzi Asiya ölkələri var. Yəni, hər ilin dekabrın axırı Putin məhz Sankt-Peterburqda MDB dövlət liderlərinin qeyri-rəsmi sammitini keçir. Niyə bu Putinə lazımdır? 9 mayı Moskvada keçirmək və hamını ora çağırmaq və dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliğinin qeyri-rəsmi sammitini keçir. Yəni, bu imperiya təfəkküründən irəli gəlir. Necə ki, imperiya təfəkkürünə görə Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Eləcə də bu tədbirlər. Yəni, Rusiya özünü birbaş qonşularından üstün tutur. Ona görə 9 mayı çalışır ki, Moskvada hamını Moskvaya çağırsın və ya dekabrın sonunda hamını Sankt-Peterburqda toplayır. Amma artıq bu siyasət işləmir və mən hesab edirəm ki, İlham Əliyev bu tədbirlərə qatılmamaqla doğru qərar verir. Mən heç düşənbə görüşündən sonra da böyük ümidim yox idi ki, Rusiya Azərbaycanla normal münasibətlərə qayıtsın. Bu təzyiq siyasətindən, təxribatlardan əl çəksin və proqnozlar da özünü çox təəssüf ki, doğrultdur. Nəyə görə bu baş verir? Bəli, məntiqlə Ukraynada işğalçı müharibə aparan bir dövlət ki, resursları tükənir, ölənlərin sayı artır. Putin özü də ilin yekunları ilə bağlı keçirdiyi geniş mətbuat konfransı etiraf etdi ki, demoqrafik ağır vəziyyət var, Qafqazlardan nümunə götürməliyik, ailədə övladların sayı artmalı. Halbuki müharibədə ölür də Rusiyalı gənclər. Və bu yaxın gələcəkdə Rusiyada demoqratik vəziyyəti daha da ağırlaşdırır, əhali artımı mümkün olmayacaq. Bəli, məntiqlə belə bir vəziyyətdə Rusiya qonşularına, o cümlədən keçmişdə heç bir problemi olmayan, belə də böyük problemləri olmayan Azərbaycanla münasibətlərin normallaşma siyasətinə qayıtmır. Amma niyə qayıtmır? Niyə məntiqə zidd siyasət? Çünki Azərbaycanın müstəqil siyasətini qəbul etmir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan
müstəqil siyasətdir. İki böyük problemi həll etmişik. 200 illik iki böyük problemi həll etmişik. Azərbaycan ərazisində erməni separatizminə son qoyulub. Bunu Rus imperiyası bizə o vaxt yaratmışdı. 200 il əvvəl İrandan, Anadoludan erməniləri Qarabağa köçürmə. Bu məsələyə biz son qoyduq. Və 200 illik başqa bir məsələyə də son qoyduq. Artıq Azərbaycan ərazisində Rus hərbçisi yoxdur. 200 il ərzində Rus imperiyası dövründə, SSR dövründə Rus hərbçiləri Azərbaycanda bu və ya digər şəkildə mövcud olurlar. Hətta Əbülfəz Elçibəy prezident olduğu dönəmdə belə ki, Rus hərbi bazaları ölkədən çıxarılmış, amma Qəbələdə yenə də Rusiyanın radiolokasiya sistemi hərbi baza kimi fəaliyyət göstərir. Yəni ilk dəfə biz Azərbaycan ərazisində Rus hərbçisi yoxdur. Yoxdur da, biz bunu da həll elədik. Və Türk dünyasına inteqrasiya güclənib, Türkiyə bizim strateji müttəfiqimizdir, Şuşa bəyannaməsi var. Bütün bunlar əlbəttə ki, Rusiyada şovinist dairələri narahat edir. Eləcə də Putini narahat edir. Putin bir tərəfdən deyir normal münasibətlər Azərbaycanla tərəfdir, amma ikinci bir tərəfdən şovinist fikirlərindən də geri qalmır ki, Azərbaycan kimi ölkələri təzyiq etmək lazım. Çünki qorxur ki, Azərbaycan nümunəsindən Mərkəzi Asiya ölkələrinin liderləri də istifadə edə bilər. Həqiqətən də belədir. Baxın, Mərkəzi Asiya ölkələri bəli, məsələn, Rusiya ilə bağlılıqları var, Çinlə bağlı, amma görəndə ki, Azərbaycan müstəqil siyasət yürüdür, bu ölkələr Azərbaycan əməkdaşlığı genişləndirməyə çalışırlar. Və artıq 5+1 formatı, yəni Mərkəzi Asiya ölkələri, üstəgəl Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Yaponiyada bir görüş oldu, Mərkəzi Asiya, üstəgəl Yaponiya. Yəni, Mərkəzi Asiya artıq Azərbaycanı da bu blokda görür. Və təsadüfüdür ki, 5+1 faktiki 6+1-ə tədricən çevrilib. Azərbaycan da bu işlərdə işləyir. Niyə iştirak edir? Çünki biz müharibədə qələbə çalandan sonra, ərazi bütövlüyünü təmin edəndən sonra nəqliyyat yolları açılır burada. Ermənistan Azərbaycanla razılaşır. Zəngəzur dəhlizi işə düşəcək. Mərkəzi Asiya və Çinin zənginlikləri Azərbaycan, Cənubi Qafqaz üzərindən dünya bazarlarına daşır. Və bütün bu siyasət Azərbaycanın aparıcı rol oyduğu bu siyasət Rusiyanın şovinist dairələrini narahat edir. Ona görə də məntiqə zidd olaraq Azərbaycana müxtəlif yollarla da təzyiq etməyə çalışırlar. Soydaşlarımızı incidirlər və yaxud Azərbaycanlıları aldadaraq Rusiyada yaşayan bir qrup Azərbaycan, onlara müqavilə imzalatdıraraq ölümə göndərirlər. Çox təəssüf ki, belə hallarında sayı artıq. Bunun da biz qarşısının alınması yolları barədə düşünməliyik. Məhz buna görə bir tərəfdən güya yaxşı münasibətlər isə var, ikinci bir tərəfdən həmin o şovinist dairələr Azərbaycanın bölgədə aparıcı rolunu qəbul etməyərək Azərbaycana təzyiq etməyə başlayır. Çünki görürlər ki, Azərbaycan Amerika ilə tərəfdaşlıq münasibətləri qurur, Avropa İttifaqı münasibətlərdə müəyyən suallara rəğmən əlaqələr getdikcə inkişaf edir, iqtisadi əlaqələr. Bu da əlbəttə ki, Rusiyada həmin o şovinist dairələri ciddi narahat edir. 8 avqustda Vaşinqtonda məlum razılaşmalar əldə edildikdən sonra, Trump yolu ilə bağlı da yekun qərar verildikdən sonra, bir ara Rusiya və İrandan təhdidedici açıqlamaların sayı azalmışdı Zəngəzur dəhlizi ilə bağlı. Rusiya ümumiyyətlə bu mövzuya toxunmurdu. Niyə toxunmurdu? Çünki Putinin Trumpla əməkdaşlığa ehtiyacı var idi. İndi də var. Ukrayna məsələsinə. Putin düşündü ki, əgər 8 avqust razılaşmasının əleyhinə çıxsa Zəngəzur dəhlizi Trump yolu ilə bağlı, Trumpla münasibətdə əlavə gərginlik yaşaya bilər. Ona görə sustular Rusiyada. İranda da çox maraqlıdır. Həmin 8 avqusta qədər bizim əleyhimizdə daimi açıqlamalar verən İran mühafizəkar dairələri görəndən sonra da ki, işin içində Amerika da var və biraz ehtiyatlı mövqeyə keçdilər. İran prezidenti ümumiyyətlə bu dəhlizin əleyhinə deyil. 2 dəfə bu il ərzində Azərbaycanda oldu Məsud Pezeşkiyan. Tam əksinə söylədi ki, hətta bu dəhlizdən gələcəkdə İran da istifadə edə bilər. Yəni İran prezidenti reallığı anlayır. Amma son günlər bəli, həm Rusiyadan, həm də İrandan, İran mühafizəkar dairələrindən dəhlizlə bağlı yenidən təhdidedici açıqlamaların sayı artıb. Rusiya təhdid etmir, biraz belə də yumşaq gücdən istifadə etməyə çalışır, Ermənistan hökumətinə təzyiq etməyə çalışır ki, artıq Paşinyana suallar göndərir. Biz də iştirak etmək istəyərdik, bizim Rusiyanın rolu nədən ibarət olacaq? Çünki vaxtilə Koçaryanın dövründə Ermənistan prezidenti olanda nə ki var Rusiyaya satmışdı, dəmir yollarda, Ermənistanın dəmir yolları Rusiya dəmir yollarına məxsus. Amma Zəngəzur dəhlizinin Rusiya dəmir yollarına aidiyyatı yoxdur, bunu Paşinyan da Rusiyaya mesaj kimi yolladı. Paşinyan bəli bir tərəfdən də Rusiyanı dəvət edir ki, gəlin Qazax-İcevan dəmir yolunu bərpa edin, Türkiyə ilə olan dəmir yollarını bərpa edin. Çünki bilir ki, o dəmir yollarında Rusiyanın payı var. Amma Zəngəzur dəhlizinə deyir, yaxın durmuyor, o sizliyi deyil. Gəlirik, yəni İranın mövqeyinə. Bəli, vilayəti ali dini liderin
xarici siyasət məsələ müşavirəsi həmişə kimi dəhliz əleyhinə bir açıqlaması oldu. Ermənistan səfirini hüzuruna çağırdı. Onun vasitəsilə bir mesaj. Birincisi, mənim üçün həm də o qaranlıq qaldı ki, Paşinyan və Ermənistanın xarici İşlər Naziri bilərək ki, bu vilayəti dəhlizin əleyhinədir. Bu səfiri niyə göndəriblər onunla görüşə? Yəqin böyük ehtimalla vilayəti səfirlə görüşmək istəyir və səfir vasitəsilə hamıya mesaj göndərib ki, olmayacaq əleyhinə. Siz deməklə deyirsiniz, gedin özünüzün dərdini çəkin. İsrail yenidən sizi vurmaq haqqında düşünür. Ballistik raketlərini İranda sayar. Gedin öz dərdinizi çəkin. Zaten dəhliz tikilir və olacaq. Azərbaycan tikintini sona çatdırır. Bir neçə aydan sonra dəmir yolu və avtomobil yolu sərhəddə gevdirənəcək.